Salam, mətbəximə xoş gəlmisiniz. Hazırladığım mimoza salatının videosunu sizlərlə paylaşmaq istəyirəm. Lazım olan ərzaqlar: toyuğun sinə əti. Doğradım, su, duz əlavə etdim və qoydum bişməyə. Burada kartof, yumurta, yer kökü. Əvvəlcə bunları yaxşı yuyuram, üzərinə su, duz əlavə edib qoyuram qaynasın. Qaynara düşəndən 10 dəqiqə sonra yumurtaları bişir və yumurtaları götürürəm. Yumurtaları götürdüyüm qaba soyuq su əlavə edib 5 dəqiqə yumurtaları soyuq suda saxlayıram ki, qabığından rahat soyulsun. Ərzaqları çox bişirmək olmaz, onda ərzaqlar əzilir. Toyuğun sinə ətini suda saxlamışam, öz suyunda soyuyub. Sudan niyə çıxartmıram? Çünki sudan tez çıxardanda sinə əti quruyur və onu didmək narahat olur. Onu da qeyd edeyim ki, ərzaqlar mütləq tam soyumalıdır. İsti halda istifadə edərkən salat onda dadsız olur, ərzaqlar əzilir. Ona görə gözləməliyik ki, tam soyusun. Əgər səhər tezdən hazırlamaq istəsəniz, axşamdan da ərzaqları bişirmək olar. Bu üsulu bilməyən yoxdur. Əlbəttə ki, çox rahat və asan üsuldur. Salafana mayonezi əlavə edib salatı bu cür mayonezləmək. Və illərdir ki, mən də bu üsuldan istifadə edirəm. Salafanın ucunu bir balaca kəsdim. Artıq əlimin altında hər şey hazırdır. Qaldı toyuğun sinə ətini didmək. Onu da mikserlə didəcəyəm. Fikirləşdim ki, qabım çox yastıdır. Ona görə qabı dəyişdim. Hündür qazan götürdüm və toyuğun sinə ətini əlavə edib mikserlə didirəm. Toyuğun sinə əti yumuşaq olduğuna görə, yəni sudan təzə çıxartdığıma görə çox rahat da didildi. Böyük bir list götürdüm. Əvvəlcə onu soyuducuya qoyub yoxladım. Əgər soyuducuya keçirsə, qapısı bağlanırsa, deməli bu listi istifadə etmək olar. Listə heç bir şey çəkməmişəm. Yəni adətən mayonez çəkirlər. Mən mayonez çəkmədim. Çünki mayonez çəkəndə salat yapışır. Və ardıcıl bu cür kartofu birinci rəndədən keçirdirəm. Duzunu və qara istiotunu səpirəm. Və boş yer qalmamaq şərti ilə hər bir tərəfini mayonez vururam. Kartofdan sonra keçirik toyuğun sinə ətinə və bolca toyuğun sinə ətini düzürəm. Əvvəldən toyuğun sinə ətini bişirəndə suyuna duz vurmuşdum. Ona görə ehtiyac yoxdur duz səpməyə, ancaq üzərindən qara istiot səpirəm. Toyuqdan sonra keçirik yumurtaya. Boş yer qalmamaq şərti ilə bütün yumurtaları süzgəcdən keçirdim. Eyni qayda ilə davam edib duz və qara istiot səpib mayonez vururam. Sonda isə yer kökünü sürtkəcdən keçirirəm və hər tərəfinə yayıram.
yer köklərinin hamısını istifadə etdim. Duz, istiot vururam. Axırda yadıma düşdü ki, Holland pendirini soyuducudan çıxartmamışam. Onu da çıxartdım və bunu da mayonezləyirəm. Qeyd edeyim ki, yer kökü axırda salata əlavə ediləndə daha rahat olur. Onun üzərini mayonezləmək də çox asan olur. Mayonezi qaraqlarını hər bir tərəfinə təzədən əlavə edirəm ki, boş yer, mayonezsiz yer qalmasın. Və sonda isə baxın, bu cür mayonezi yayıram. Salatımız hazırdır. Amma indi Holland pendirinin üzərinə əlavə etmirəm. Çünki qabaqcadan əlavə edəndə pendir quruyur. Deməli, salatımızı 6 bərabər hissəyə bölürəm. Üzərindən sadəcə iz salıram, doğramıram. Çünki hələ salat özünü tutmuyor. İz saldım ki, doğrayan zaman mənim üçün rahat olsun, hamısı bir ölçüdə olsun. Soyuducuda 4-5 saat saxlayıram ki, salat özünü tutsun. Artıq 5 saat keçdi, salatımız hazırdır. Doğrayıram və qablara düzürəm. Üzərindən Holland pendirini sürtkəcdən keçirib süfrəyə verəcəyəm. Holland pendirini sürtkəcin ən narın gözündən keçirdirəm. Salatı qablara düzməmişdən qabaq yaxşı olardı ki, əvvəl kahı, sonra isə salatı qoyasınız. Amma mən kahı tapmadığıma görə salatları sadə etdim. Çox asan, rahat üsuldur. İnanıram ki, hazırladığım salatı bəyəndiniz. Like etməyi və abunə olmağı unutmayın. Sağ olun, süfrəniz ruzulu, bərəkətli olsun.